Azərbaycanda cinayət törətmiş və istintaqdan qaçıb gizlənmiş 4 nəfər Rusiyada saxlanılıb. Bununla bağlı Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb. Məlumatda bildirdi ki, beynəlxalq axtarışa verilmiş 4 nəfər Azərbaycana ekstradisiya edilib. Məlumata görə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 7-si 10-cu ay 2002-ci il tarixli konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Aliyev Hafiz Salmanoğlu, Əliyev Nəriman Elşadoğlu, Nuriyev Kazım Ağaquluoğlu və Həsənov Emin Vasiboğlu'nun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsadətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib. Həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər. Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.